Salam değerli dostlar, hər birinizi xoş gördük. Uzun bir aradan sonra yenidən videolarımızla qarşınızdayıq. İnanıram ki, sizlər mənim üçün darıxmısınız, amma onu dəqiq bilin ki, mən hər biriniz üçün doğrudan da çox darıxmışam. Video çəkmək üçün darıxmışam. Biraz vaxt yenə də çatdıra bilmirəm, ona görə arada tətildə mən sizlərlə video paylaşa bilmədim. Bilirəm indi artıq yəni tələbat var, artıq dərslərə qayıtmışıq, oxumaq zamanıdır. Ona görə gəlin vaxt itirmədən keçək dərslərimizə. Bugün ilk öncə salamlarımı göndərəcəm Solmaz qızımıza, Ayan qızıma, Ayşə Laçınova daimi izləyicimizdir. Buradan salamlarımı göndərirəm Ayanımıza, Ayşəmizə, Fatimə qızıma salamlar, Gülsüm Məmmədəliyeva balamıza salamlar, Banu qızımıza. Yəqin ki, bunlar yeni abunəçilərdir ya da ki, adlarını sonradan çəkməyimi istəyən qızlardandır. Əvvəldən ola bilsin ki, abunəçilərimdir, amma indi adlarını istəyirlər çəkim. Banu qızımıza salamlar, Ləman qızıma salamlar, Hədiyə Paşayeva qızıma salamlar. Bugün çoxlu qızlardır, demək olar ki, hamısı qızlardır. İçərisində Əhmədov, Nihat var. Buradan Əhmədov, Nihada buradan salamlarımı göndərirəm. Desən Nihatların hamısı elə Əhmədovdur. Neçə Nihat tanıyıram. Əksəriyyətinin soyadı Əhmədovdur. Deməli, Banu qızımıza salamlar, Ləman qızımıza salamlar, bir daha Hədiyə Paşayeva qızımıza salamlar, Məmmədəliyeva Zəhra balamıza salamlar, Əlizadə Aylin qızımıza salamlar, Balakişiyeva Dəniz qızımıza salamlar və Günay Məmmədli qızımıza salamlarımı göndərirəm. Hər biriniz mənim üçün dəyərlisiniz, əzizsiniz. Buradan hər birinizi qucaq dolusu salamlarımı və sevgilərimi göndərirəm. Dərsimizə keçməyin vaxtıdır. Keçən dərsimiz bundan əvvəlki səhifələr idi. Eyni dərsdə, amma səhifələrin 2-2 izah eləyəcəm demişdim. İqlim qurşaqları nədir və necə paylanır mövzusuydu. 2 səhifəni izah eləmişdik. Neçə sayılır, hansı səhifələr sayılır? Bunlar deməli 33-ə qədər. İndi artıq 34-cü səhifəni izah eləyəcəm. Quraq iqlim. Quraq iqlim qurşağı. Bu qurşaq əsasən şimal və cənub tropiklər boyu onlara yaxın ərazilər və qitələrin daxili hissələrində müşahidə olunur. Bu qurşağa deməli az yağıntı, yəni az düşür, rütubətli azdır. Yağıntı az düşən yerdə təbii ki, rütubətlik də aşağı olacaq, 10-30% arası və yüksək buxarlanma şəraiti xasdır. Buxarlanma qabiliyyəti yəni burada yüksəkdir. Tropik, hətta belə deyərdik, buxarlanma yağıntıdan çoxdur. Buxarlanma qabiliyyəti yağıntıdan çoxdur. Tropik və ona yaxın ərazilərdə gecə ilə gündüzün, tropikdən kənar qidə daxili hissələrdə isə fəsillər arasında kəskin temperatur fərqi müşahidə olunur. Bitki örtüyü çox seyrəkdir və əsasən tikanlı, dərin köklü və quraqlığa davamlı bitkilər üstünü təşkil edir. Bu ərazilərdə deməli bitkilərin xüsusi forması var ki, onlar necə öyrəşiblər. Kökləri dərinliyə qədər gedir, torpağın dərinliyindən suyu özlərinə çəkirlər. Və suya davamlı bitkilərdir, quraqlığa davamlı bitkilərdir, kaktus kimi məsəl üçün tikanlı bitkilərdir. Heyvanlar da ki, qumda, burada deməli torpağın altında gündüzlər yaşayırlar, hava çox isti olduğu üçün. Gecə həyatı sürürlər və soyuqqanlı heyvanlar olurlar. Və burada Meksika səhrasını görə bilirik. Meksikada Sonor səhrası. İqlim qrafikinə də baxsaq, A şəklində qrafikə də baxsaq, deməli temperatur çox yüksəkdir. Qış aylarında temperatur 10 dərəcə, amma yayda 30-un üzərində olur. Sonra mülayim iqlim qurşağı şimal yarımkürəsində, şimal yarımkürəsində mülayim qurşaq geniş ərazini əhatə edir. Yəni şimalda şəkildə də görürsünüz ki, mülayim qurşaq daha böyük ərazini əhatə edir, nəinki cənub yarımkürəsində. Bu qurşaqda il boyu mülayim hava hakimdir. Bütün fəsillər aydın müşahidə olunur və onlar arasındakı temperatur fərqləri böyükdür. Mülayim qurşağın cənub hissəsində yay isti, qış isə mülayim keçir. Qurşağın şimal əraziləri üçün sərin yay və nisbətən soyuq qış səciyyəvidir. Yağıntılar əsasən ilin soyuq dövründə düşür. Biz özümüz də mülayim iqlim qurşağında yerləşirik. Əsasən görürsünüz ki, yağıntılar bizdə də ilin soyuq dövründə daha çox düşür. Və yay mülayimdir, sərin, qış isə soyuqdur. Elə ərazilər var ki, mülayim iqlim qurşağında elə yerlər var ki, qış həddindən artıq çox soyuq keçir, yayda hədsiz isti.
Materik daxili ərazilərdə yadınızda saxlayın ki, nə qədər ki qurudur, nə qədər ki dənizdən, okeandan kənardadır, orada daha çox temperatur amplitudu müşahidə olunur. Nə deməkdir bu? Yəni yayda çox qızır, qışda isə çox soyuq olur. Bax, buna kontinentallıq deyilir. Yunanistan, Afinanı görürük və iqlim diaqramına da fikir versək, deməli yay ayları burada göstərilməzsə, deməli ən çox istilik temperaturu yay aylarındadır, 35 dərəcəyə qədər. Qış aylarında isə mənfiyə çatmır, yəni 10 dərəcəyə, 10 dərəcənin üzərində olur. Yağıntılar isə bu göy rəngdə göstərilən isə yağıntının miqdarını göstərir uşaqlar. Yağıntılar da əsasən görürük ki, qış aylarında daha çox düşür. Yayda yay quraq keçir və qış aylarında daha çox yağıntı düşür. Kontinental iqlim qurşağı. Bu da D şəkli. Daha doğrusu yuxarıdakı D variantı. Şimal yarımkürəsində qitələrinin şimal hissəsində geniş əraziləri əhatə edir. Kontinental iqlimin əsas xüsusiyyəti burada yay və qış ayları arasında deməli kəskin fərqlərin olmasıdır. Bayaq dediyim kontinental. Yay fəsli isti və qısa müddətli olur, qış dövrü uzun sürür. Bu dövr kəskin soyuq, şaxtalı və qarlı hava ilə seçilir. Deməli kontinental haqqında nə deyəcəyik? Yayda çox isti, qışı isə çox soyuq və aralarında temperatur fərqi çox olur. Yay və qış arasında temperatur fərqi çox olur. Qış dövrü uzun sürür və kəskin soyuq, şaxtalı, qarlı hava şəraiti. Fəsillər bir-birindən aydın şəkildə əvəz edir. Yəni yayın isti, qışın soyuq olduğu bunların bir-birindən aydın şəkildə fərqini görə bilirsiniz. Yağıntılar əsasən yaz, yay aylarında düşür. Bu da onun iqlim diaqramıdır. Bura Rusiyanın Novosibirsk vilayətidir, gördüyünüz kimi. Bu da onun iqlim diaqramıdır. Yaz, yay aylarında yağıntının düşdüyünü görə bilirik. Temperaturu da müqayisə edirsək, temperaturu görürsünüz ki, qış aylarında mənfi 15-20 dərəcə arası, yayda isə temperatur 20 dərəcəyə belə çatmır. Havanın nə qədər soyuq olduğunu görmək mümkündür. Bu da qütb iqlim qurşağı. Yer kürəsində şimal və cənub qütb dairələri Antarktida və Arktika əhatə eləyir. Arktikanı əhatə eləyir. Həm şimalda, həm cənubda və yəni qütb enliklərinə yaxın. Günəş şüaları bu ərazilərə kiçik bucaq altına düşür və ona görə də istilik azdır. Yəni burada temperaturun az olmanın, istiliyin az olmanın səbəbi odur ki, günəşin bucaqları bura böyük bucaqdan düşə bilmir, çox qızdıra bilmir. Bu iqlim qurşağı yer səthinin ən soyuq və ən sərt iqlim şəraitinə malikdir. Ona görə də bu ərazilərdə yaşayış yoxdur. Yayı çox qısa və sərin, qış isə uzun, sərt və şaxtalı olur. Yağıntılar olduqca az və qarlı şəkildə düşür. Deməli, yay qısa, sərin, qış uzun, sərt, şaxtalı olur. Yağıntılar olduqca az və qar şəklində düşür. Burada yer səthinin çox hissəsi buzla örtülmüşdür. Cənub yarımkürəsinin qütb qurşağı şimaldan daha soyuqdur. Bunun səbəbini sizdən soruşacağım. Bilənlər şərhlər bölməsinə yazsınlar. Cənubla, cənub qütblə şimal qütb arasında fərq nədən ibarətdir? Niyə görə cənub yarımkürəsi şimaldan daha soyuq keçir? Bunun səbəbini sizdən soruşuram. Xəritəyə baxsanız elə səbəbini öyrənmiş olacaqsınız. Bu da Qrinlandiyadır. Qrinlandiyanın mərkəz hissəsi və onun iqlim diaqramını görürük. Biri Arktikadır, biri Antarktidadır. Yəni biri soyuq ərazi Qrinlandiya şimal yarımkürəsinin qütbüdür. O isə Antarktida Vostok stansiyası, Rusiyanın stansiyasıdır Vostok və onun hesablamasına əsasən Cənub yarımkürəsinin ən soyuq nöqtəsi məhz Vostok stansiyasındadır, amma sonradan Yaponların apardığı tədqiqatlar nəticəsində Fuji günbəzi, Fuji stansiyası bunun daha çox soyuq, yəni Vostok -89, amma Fuji -91 dərəcə müşahidə edildiyini müşahidə etmişdi. Bu da Antarktidada, deməli iqlim diaqramında gördüyünüz kimi temperatur həmişə soyuq, -40-ın altında. Amma il boyu yağıntılar aşağı miqdarda, demək olar ki, yağıntı düşmür. Daimi şaxta ərazilərdə ona görə. Gəlin tapşırıqlarımızın izahına keçək. Tapşırıqların izahına baxaq. A şəkli və qrafik əsasən suallara cavablandırın. A-da deyir ki, qrafikdə temperatur və yağıntılar il boyu necə dəyişir? Temperaturun gedişində yay və qış ayları arasında böyük fərq görülür. Qış aylarında temperatur 8-10, yay aylarında 30-35 dərəcə arasında dəyişir. İl boyu yağışlar az düşür. Bu A şəklidir. Bunu kopyalayıb atmışam bura mən ki, həmən göstərə bilim sizə. İkinci şəkildə B şəkili və qrafik əsasən suallara cavablandırın. A və B şəkillərindəki ölkələrin coğrafi mövqeyi və iqlim qurşaqlarını müəyyən edin. Meksikada Sonoros əyaləti quraq iqlimdədir. B-də də Yunanistan göstərilir. O da mülayim iqlim qurşağına uyğun gəlir uşaqlar.
Qrafikə görə il boyu yay və qış temperaturları arasında fərq necə dəyişir? B qrafikinə əsasən deməli mülayim iqlim qurşağına yay isti, qış isə sərin keçir. Yay və qış temperaturları arasında fərq böyükdür, çünki yayda isti quru, qışda isə rütubətli hava daxil olur. B qrafikində deməli 33-də, səhifə 33-də C qrafiki arasında hansı fərq var? B ilə səhifə 33-dəki C arasında hansı fərqlər var? B-də və C-dən fərqi odur ki, yağıntılar arasında böyük fərq var. B qrafikində yağıntılar qış aylarında, C qrafikində yağıntılar il boyu düşür. Baxa bilərik. Budur. Bu C şəklidir. Görünür ki, yağıntılar il boyu çox düşür. B qrafiki. Bəli, bu da B qrafiki göründüyü kimi yay ayları daha quraq keçir. Açıb həmin səhifədə baxsanız, siz həmin fərqi görəcəksiniz. Əslində o şəkillərin hamısını kopyalamışdım və atmışdım bura. İndi problem yarandığı üçün aça bilmirəm. Deməli, A və D şəkillərində, A və B şəklindəki qrafiklərə görə yağıntıların il boyu necə paylanmasını müəyyən edin. A, B qrafikinə görə yağıntıların il boyu paylanmasında fərq var və A qrafikində il boyu yağıntılar çox az, B-də isə payız və qış aylarında bol yağıntı düşür. C şəkili və qrafik əsasən sualları cavablandırın. Şəkildəki ölkənin biz bilirik ki, burada Rusiyanın Novorossiysk, daha doğrusu Novosibir əyalətidir, Sibir regionunda yerləşir və kontinental iqlim qurşağına uyğun gəlir. Qrafikdə temperatur və yağıntılar il boyu necə dəyişir? C qrafikinə görə kontinental iqlim qurşağında yayda orta temperatur 18, qışda -14 dərəcə. Yəni il boyu maksimum, minimum temperatur arasında fərq çox böyükdür. Ya isti olur, qışı da çox soyuq. Mülayim və tropik qurşaqlarda fəsillər necə dəyişir? Mülayim qurşaqda deməli 4 fəsil müşahidə edilir. Tropikdə isə ekvatora yaxın olduğu üçün burada fəsillər aydın müşahidə edilmir. Qısacası yaza bilərsiniz. D xəritəsi və D-Y qrafikinə əsasən sualları cavablandırın. C-D qrafiklərinə görə temperaturun il boyu paylanması necə fərqlənir? C qrafikində temperaturlar qışda mənfi, yayda mülayim isti hava müşahidə edilir. D qrafikində qışda temperatur daha aşağıdır. Bu da ərazinin Qrinlandiya adasının mərkəz hissəsində yerləşməsi və qütb iqliminə aid olması ilə əlaqədardır. Qrinlandiyanın şəklində görə bilirsiniz. Məntəqədə mərkəzdə yerləşir deyə kontinentallıq göstərilir. Özünü göstərir. B-də deməli Y qrafikinin illik temperatur gedişinin digər qrafiklərdən fərqli olmasının səbəbi nədir? Qrafikdə temperaturun illik gedişində fərqli olması bu məntəqənin cənub yarımkürəsində, Antarktida cənub yarımkürəsindədir. Bizim məsəl üçün iyun, iyul, avqust ayları bizdə yay fəslidir, amma onlarda qışdır. Ona görə də cənub yarımkürəsində qış müşahidə edilir. Şimal yarımkürəsində yay fəsli olarkən cənub yarımkürəsində qış fəsli müşahidə edilir. Ona görə dekabr, yanvar, fevral ayları aşağıda, yəni cənub yarımkürəsində daha isti aylardır. Nəinki iyun, iyul, avqust ayları. Çünki onlarda qış ayları bizim yay aylarımıza, bizim yay və onların qış aylarına, bizim qış onların yay aylarına təsadüf edir. Bu da yerin günəş ətrafında hərəkəti ilə bağlıdır, dəyərli dostlar. Hər birinizə uğurlar arzuluram. İnanıram ki, dərsi izah edə bildim. Sadəcə şəkillərdən istifadə etmək istədim. Biraz alınmadı deyərdik. Gələn dərsimizdə çalışacağım daha rahat formada, daha gözəl şəkildə izah edim. Hər birinizə uğurlar arzuluram. Sağ olun.